Testimizin izahı ilə dərsimizə davam edirik. Deməli, birinci testdə nə istəyir bizdən? Hansı cümlələrin qrammatik əsası səhv göstərilmişdir? Qrammatik əsas da mübtədə xəbərdir, yəni cümlənin başı ismidir. Bizi buraya gətirən qızınız Nərgizdir. Kimdir? Nərgizdir. Kim Nərgizdir? Qızınız. Mübtədə qızınız sözüdür. Ancaq burada ümumi qızınıza qədər olan hissəni mübtədə götürmüşdülər. Birinci cümlə səhvdir, biri götürdük. İkinci cümləyə baxırıq. Daşların arasından dumduru su şırıltı ilə axıb gedirdi. Deməli, nə edirdi? Gedirdi, nə? Su. Burada su mübtədədir. Deməli, dumduru isə təyindir. İkinci cümləni də götürürük. Üçüncü cümləyə baxaq. O gündən həmin şəkil gecələr mənim sirdaşım oldu. Nə mənim sirdaşım oldu? Şəkil. Nə oldu? Mənim sirdaşım oldu. Deməli, burada mübtədə xəbər, yəni qrammatik əsas doğru götürülübdür. 3 olanı çıxdıq. 4-ə baxırıq, 4-cü cümləyə. Mənim onun bütün hədələrinə cavab verəcək qədər gücüm var. Var, predikativ xəbərdir, ismi xəbər ayrılıqda verilib, düzdür. Bir də gücüm sözünü mübtədə götürülübdür. Biz də bilirik ki, əgər məsubə şəkilçili söz varsa, ondan əvvəl yəli kallı söz də gələrsə, onlar bütövlükdə nə götürüləcək? Ümumilikdə bir söz birləşməsi götürüləcək ki, belə birləşməyə də biz üçüncü növ təyini söz birləşməsi deyirik. Yəni, birinci tərəf müəyyənlik bildirən yərlik halda, ikinci tərəf məsubə şəkilsi qəbul etmiş söz olarsa, bu nə sayılır? Üçüncü növ təyini söz birləşməsi sayılır və bu birləşmə əsasən, həmişə demirik, əsasən bütövlükdə götürülür və təhlil zamanı parçalanmır, əsasən deyirik. Bu baxımdan 4-cü cümləni də götürəcək, çünki bu, mənim onun bütün hədələrinə cavab verəcək qədər gücüm var, bütövlükdə bir götürüləcəkdir. Mübtədə, mənim gücüm sözünə qədər bir götürülür. Cavab o baxımdan nə oldu? 1, 2, 4. C variantı. Cavabımız C variantıdır. İkinci testimizdə saitin səhv verildiyi nümunələri müəyyən edək. Bizdən saitin səhv verildiyi nümunələri